Temu'dan ucuz aldığım rəf paketlərini açıram. Bu nədir? Hər kəsə salam fikirli kanalına xoş gəlmisiniz dostlar. Bu videomuzda Temu'dan ucuz qiymət aldığım rəf paketləri, fərqli rəf modelləri var və bunların sizlərə kutu açılımı edəcəm. Çox uzatmadan videomuza keçək və bu paketlərə nə qədər ödədim və içərisindən nələr çıxacaq hamısına bir yerdə baxaq. İlk öncə bu kutumuzdan başlamaq istəyirəm. Deməli mən bunlara cəmi, yəni 3 ədəd rəf almışam, hamısını kutu açılımı eləyəcəm. Ekrana göstərdiyim kimi 30 manat ödəniş eləmişəm. Deməli bu kutusu bu şəkildə ilk öncə bundan başlamaq istəyirəm. Bu rəf paketimizdən başlamaq istəyirəm. Kutu açılımımızı etdikdə hər kutumuzun ekrana bu şəkildə aldığımız qiymət və şəklin Temu'dakı qiymətini əlavə eləyəcəm dostlar. Bunu mən tez bir şəkildə bir dənə açmaq istəyirəm. İçərisindən çıxana baxın. Dəmir çıxdı, maraqlıdır. Mən bunu əslində plasmas gözləyirdim. Bu şəkildə ayaqları var. Bu bizim ayaqqabı qoymaq üçün rəfimizdir. Mən bunları bir dənə kənara alım, kutusunu və sizlərə detallı bir şəkildə bunu göstərək. Dostlar, deməli ilk rəfimiz bu şəkildə gəldi. Ekranda da gördüyünüz kimi baxın. Belə bir rəfdir. Plasmas gəldi. Əsas şəkildə dəmir göstərir. Düzdür, açıqlamalarında yazılır. Amma plasmasdır dostlar. Yəni düzdür, qiyməti ucuzdur. Amma mən sizə deyim, yəni buna plastik kalitəsi çox pisdir da. Yəni mən sizə deyim daha bir ancaq yəni əlinizlə belə eləsəz qırılası bir şeydir da. Yəni mən ona sizin deyim, düzdür, ayaqları dəmirdən gəlir. Bu şəkildə ayaqları gəlir. Dəmirdəndir. Dəmir nə qədər desək məntiqlidir buna dostlar. Yəni deməli kağız kimi bir şeydir da. Yəni mən belə sizə deyim də. Necə izah edeyim sizə? Düzdür, dəmirdir, amma çox nazikdir. Yəni ki, malzemə çox pisdir da. Yəni düzdür, sual verəcəksiniz ki, bu qiymətə nə gözləyirsən? Düzdür, sizə qatılıram. Amma yəni mən sizə yaxşıdır, pis tərəflərini deyirəm. Yəni ki, dəmir olaraq o qədər də pis deyil, yəni istifadə eləməyə dəyər, amma çox nazikdir. Bir ancaq əlinizlə bassaz əziləcək dərəcədir. İndi isə rəfimizi yığaq, baxaq görək nə kimi görüntü ortaya çıxacaq. Tez bir şəkildə mən bu rəfi yığmaq istəyirəm. Yəni buna pul verməyə dəymir də dostlar. Yəni mən bunu hələ tam yığıb qurtarmamışam. Baxın bu şəkildə 2 dənə də şey qalıb. Bunları qoyaq. Yəni bunun üstünə ayaqqabı yox, bunun üstünə kirvit çöpü qoyursunuz, belə dağlar da, yəni belə deyil. Buna pul verməyə dəymir dostlar. Bunu görürsüz Temu'da, yəni ki, belə bir şey. İndi qiyməti də satmasız ondan yaxşıdır da, yəni. Bunun yəni buna pul verməkdənsə vermir. Bəlkə bir yaxşıları var, bilmirəm. Temu'da bəlkə görmüş olarsınız. Yəni 30 manatlıq, 40 manatlıq həqiqi dəmirdən olan yaxşı varsa, hə ala bilərsiniz bəlkə, amma bu nədir ala? Keçdik növbəti böyük kutumuza. Bunun içərisində 2 ədəd məhsul var dostlar. Yəni deyim, belə sadəcə böyük kutudadır, belə rəf dəstidir. Çox səbirsizlə gözləyib açaq görək. Bayaqki məhsul kimi məni məyus etməməyi gözləyirəm dostlar. Yəni çox pis idi da. Çox uzatmadan açaq görək bunun içərisindən çıxacaq. Vəhşicəsinə bu şəkildə açırıq. İlk olaraq belə balaca kutuda bir dənə məhsulunu çıxır. Yəni kutumuzu kənara qoyaq. Birinci bunu açaq. Görək bunun içində var. Bunun içərisində böyük bir şey var. Bunu axıra saxlamışam dostlar. Yəni ki bu ümid edirəm ki yaxşı bir şey çıxar da. Bunu kənara qoyaq və bu kutumuzu açaq, baxaq görək bunun içərisində nələr var. Baxın, belə bir kutudur. Üzərindəki Kitay yazıları, Çin yazılarıdakı, yəni ki bu şəkildə. Kutunu açaq görək necə çıxır. Əlimdə də bir bıçaq götürməmişəm. Çox çətindir bunları açmaq. Bunu deyim sizə. Yəni üçünə 30 manat pul vermişəm. Bu şəkildə açıram.
Yəni tam dəqiqliyi ilə deməyim, amma belə bir şeydir. Bu əslində mən bilirdim plasmas olmağını. Yəni bilirdim plasmas olmağını. Belə bir şeydir. Bir dənə videoda yaxından göstərim sizə. Belə ağ plasmas qabdır. Əsl şəkillərinə baxmışdım, belə qabları var. Plasmas keyfiyyəti bunlardan interesli iyi gəlir dostlar. İndi videoda mən izah eləyə bilmirəm. Yəni ki, bunların Temuda satılan, yəni ki, pis deyil bu qədər də. Əvvəlki nəzərən yaxşıdır. Plasmas keyfiyyəti. Mən buna deyim. Yəni çox kağız kimi deyil də. Yəni belə bir şeydir, xırda bir şeydir. Burada da qutuları var. Belə çıxardırsınız, bağlayırsınız. Baxın. Belə bunları çıxardırsınız, yəni üzərinə əlavə nəsə istəsəz qoyursunuz. Bu görsənir. Məhsul çox ağ olduğu üçün. Burada da işığımız var. Yəni belə bunların içərisinə nə istəsəz qoyursunuz. Yəni belə. Yəni fərqli bir şey yoxdur da, yəni belə bir şeydir. Növbəti məhsulumuz isə bu şəkildə böyük qutu gəlir. Ən çox məni maraqlandıran budur. Bunun içərisinə görək nə çıxacaq. Belə bir qutudur. Üzərində belə yazısı var. Bunu tez bir şəkildə açaq. Baxaq görək bunun içərisinə nə çıxacaq. Bu hardasa içində bir hiss var. Yəni ağırlığından deyirəm, digərləri kimi. Elə 30 manatın ən baha olan məhsulu budur da, mən deyim sizə. Bu onlara baxan bir tık bahadır. Düzdür, 30 manatın daxilindədir. Bu nədir də? Aslında bu şəkildə çıxır, böyük bir şeydir. Ay maşallah. Temudan belə bir performans gözləmirdim mən. Temudan belə bir performans gözləmirdim. Bunun içərisindəki yəni ki olan şeylərinə bax. Dəmirləri zadı var. Belə bir taxtası var. Dostlar, çox bir dənə məni təəccübləndirən bir şey çıxdı bunun içərisindən. Məni həqiqətən çox təəccübləndirdi. Belə bir taxtadan, yəni ki bu səhvləmirəmsə laminat materialdır. Belə bir taxtadan material göndərdilər. Maraqlıdır. Yəni ki bu gözləmirdim da belə bir şey. Belə şeylər göndərin deyək ki, hə də əla da. Yəni yoxlayanda sizin mallarınızı tərifləyək Temu. Bütün mallarınız da pis olası deyil ki. Baxın, yəni bu çox xoşuma gəldi. Baxın, səsindən də eşitdim, baxın. Yəni taxtadır da, bildiyiniz laminat məhsuldur. Yəni belə, bu çox xoşuma gəldi. Həqiqətən bu xoşuma gəldi. Xoşuma gələn bir detayından biridir. Bir də içərisində belə dəmiri çıxır, bir də yığılma qaydası üçün kitabçığı var belə. Bu yəni ki kitabçığıdır. Yığılır bundan. Yəni ki buna baxıb siz bunu stanovka eləyə bilərsiniz. Belə bir dəmir parçasıdır. Başqa nə çıxır içərisindən? Bir də ki belə ayaqcıqları çıxır. Bir elə bunu quraşdıra biləcəkmi? Belə bir ayaqcıqları çıxır, şurupları, məhsulları çıxır. Bir də belə təkərləri var. Sürüb harasa aparmaq üçün. Əla. Çox xoşuma gəldi həqiqətən. Bu qiymətə mən bunu gözləmirdim şəxsən. Bu xoşuma gəldi. Və içərisindən təbii ki qurlaşdırması üçün fərqli stanovka, yəni ki alətləri çıxıb. Başqa nə var? Bir də ki bu şəkildə, bunu şimdi mən birazdan şəklinə baxacağam, görək necə yığılır. Bir də ki belə plonkasını çıxarda bilsəm göstərəcəm. Belə 2 ədəd setkadır ki, beləsi bir material çıxır. Dəmir material olaraq soruşur, dəmirdir. Dostlar, həqiqətən dəmirdir. Baxın. Belə səs gəlir. Yəni dəmirdir, dəmir olaraq da çox da yəni normal belə deyək dostlar, çox super dəmir deyil, amma yaxşıdır, amma içərisindən çıxan taxtadır. Bu
aparatları çox xoşuma gəlir. İndi isə bunu tez bir şəkildə ustanovkasını eləyək və baxaq görün qarşımıza nə çıxacaq. Dostlar, yığıldıqdan sonra məhsulumuz belə vəziyyət aldı. Bunu güc bəlanla yığdım, amma həqiqətən dəyir. Qiymətini də ekrana əlavə etmişəm. Nə qədərdir? Qiymətini əlavə etmişəm. Ümumən bu paketlərə 30 manat vermişəm. Sadəcə hərəsi fərqli qiymətədir. Hamısında aldığım məhsullara qiymət əlavə etmişəm. Bu şəkildə bura istədiyiniz nə isə qoya bilərsiniz. Adətən yataq otaqlarına qoymaq üçün belə bir məhsuldur. Bir də belə təkərliklər var. Mən bunu taxmadım. Əlimdən çıxmasın deyə. Bu təkərlərlə də istədiyiniz yerə. Temudan qeyd edim ki, bu fərqli qiymətə satılır. Yəni ki, 50 manata da görmüşəm mən bunu. Sadəcə mənim kuponlarım var, daha ucuza əldə etmişəm. Qeyd edim ki, ucuza Temudan məhsul əldə etmək üçün və Temu Afrita proqramına qoşulmaq üçün bizim videolarımız var. Həmin videoları da izləyə bilərsiniz. Bu şəkildə. Məhsulumuz da bu şəkildədir. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, sizlər üçün faydalı oldu və maraqlı gəldi. Videolarımızı bəyənirsə, xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq. Qeyd edim ki, Temu və Taobao olsun, istər Pinduoduo haqqında, çeşidli məşhur Çin saytları haqqında bizim qeydiyyat həm də ki, məhsul videolarımız var. Hamısındakı izləməyinizi tövsiyə edirəm. Təqdim etdiyi fikirli kanal.